Kim mayalı xəmirdən qorxur, gəlsin bura. Bu bulkaları instant mayanla da hazırlamaq olar və mənimki kimi yaş mayanı. İnstant xəmirlə mayanla çox gözəl alınır buluşkalar. Amma mən yaşlı mayanı çox sevirəm, ona görə onu hazırladım. Demək istəyirəm ki, fərq etməz hansı maya. Hazırlanma prosesi 15 dəqiqəyə, sonra 1 saat yarım mayalanma və bişirməsi 20-25 dəqiqə və belə hazır. Səhər yeməyinə uşaqlar üçün əla olar. Deməli, 200 mg ilıq süd, 200 mg su, 1 paket instant maya ya da yaş maya, 30 qram qarışdırırıq. Sonra orada 2 yumurta qatırıq, 200 qram bitki yağı, 2 yemək qaşığı toz şəkəri, hamısını qarışdırırıq. Ən axırda 6 yarım stakan un ekləyib və belə xəmir yoğururuq. 1 saat yarıma qoyuruq mayalanmağa. Ondan sonra kişmiş qatırıq. Kişmiş də qatmaq olar, qatmamaq olar. Məndə kişmiş var idi, ona görə mən qatdım. Yenə yarım saat gözlədirik hardasa. Sonra 20 dənə kündəyə bölürük. Düz 20 dənə bulki çıxır ondan. Və belə yumru formaya büküb qoyuruq proteinin üstünə. Yenə hardasa 15-20 dəqiqə gözlətməyə lazımdır. Sonra yumurta sarısını sürtüb, üstündən ilğımın ağ küncütünü səpib qoyuruq sobaya. 180 dərəcədə hazırlanır. 20-25 dəqiqə sobadan asılıdır. Və belə gözəl, çox dadlı bulkalar alınır. Siz də hazırlayın. Sizdən rəyləri gözləyirəm, layıqları gözləyirəm. Çox mənə xoş olur.